Dünya turuna çıxan mühəndis pilot Mehmet Demircinin idarə etdiyi xüsusi təyyarə Bayburtda dağa çırpılaraq qəzaya uğrayıb. Qəza nəticəsində pilot Mehmet Demirci və həyat yoldaşı ağır yaralanıblar. Əldə edilən məlumatlara görə qəza sonrası pilot qüllə ilə əlaqə saxlayaraq kömək istəyib. Təyyarədə olan cütlüyün vəziyyətini müəyyənləşdirmək üçün Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin əməkdaşları intensiv axtarış xilas etmə işləri aparırlar. Həmçinin Pazaryolu rayonunun Böyükdərə bölgəsindən də telefon siqnalı alındığı bildirilib. Buna görə axtarış xilas etmə qrupları həmin ərazidə geniş miqyaslı axtarış həyata keçirir. Hadisə ilə bağlı rəsmi açıqlamalar gözlənilir. Axtarış xilas etmə işləri davam edir. Təyyarədə olan sərnişin Hicran Kaya, təyyarəmiz dağa çırpıldı. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olub, bildirişləri açmağı unutmayın.